Bu qərarı aldıqda hər kəs getmə dedi, amma mən getdim, etdim. Nələr oldu? Salam dostlar, kanalıma xoş gəlmisiniz. Mən Əfsanə. Bugün sizə Baliyə necə köçdüyüm, Balidə necə yaşadığım, sıfırdan həyatımı Balidə necə qurduğum və tək xanım olaraqdan, Azərbaycan vətəndaşı olaraqdan necə qərar verdim ki, mən Bakıdan Baliyə köçüm və orada yaşayım. Düzünü desəm, bu qərar verdikdə çox qorxurdum. Çox suallarım var idi, beynimdə çoxlu suallar var idi, qərarsız idim. Amma içimdəki bir səs mənim ora getməyimi deyirdi. Sorursaz ki, mən ora getmək istəyirəm. Doğrusu bilmirdim, amma bilirdim ki, mən orada olmalıyam. Və bu qərarı verdikdə həyatımda bir dəyişim, dönüşüm mərhələsindən keçirdim. Və o an sadəcə mən bunu istəyirdim. Amma necə olacaq, mən necə gedəcəm, necə həyatımı sıfırdan orada quracam bilmirdim. Və bunu kimlərləsə bölüşdükdə, ailəmlə, dostlarımla ki, mən gedirəm, köçmək istəyirəm. Doğrusu mənə inanmamışdılar, xüsusilə də valideynlərim düşünürlər ki, okey, mən sadəcə bir həftə gedəcəm, sonra bacara bilməyib geri qayıdacam və yaxud da ki, heç inanmırdılar. Və mən ürəyimdə bilirdim ki, mən orada olmalıyam. Və bilgisiz idim, bilgim yox idi. İlk dəfə idi ki, bir ölkəyə tək köçmək istəyirəm və bunu necə edəcəyimi bilmirdim. Amma ki, həyat səni dəstəkləyir, sən bir qərar vermisənsə və bunu ürəyində hiss edirsənsə, sənə yardım gəlir. Gəlin başlayaq etap-etap. Mən bilirəm ki, sizin də Baliyə getmək haqqında çoxlu suallarınız var və mən öz vaxtımda da Baliyə köçəndə bu hadisə baş verib 2-3 il bundan əvvəl mən onlayn sırf Azərbaycan vətəndaşlarının Baliyə necə köçdüyə biləcəkləri haqqında məlumat tapa bilməmişdim. Mən çoxlu videolar izləmişdim, oxumuşdum. Hansı ki, başqa ölkələrin vətəndaşları Baliyə necə köçüblər, həyatları necə başlayıblar. Amma həm də bilirdim ki, hər ölkənin prosedurları fərqlidir və mindsetimiz fərqlidir. Yəni ki, düşüncə, yanaşmamız fərqlidir. Və mən axtardıqda heç bir onlayn video resurslar tapmamışdım. Ona görə də qərara gəldim ki, mənə də çoxlu sayda suallar gəlir Baliyə haqqında. O sualları bugün cavablandırım və öz keçdiyim həyat yolundan hekayəmi bölüşərəkdən. Dostlar, ilk öncə mənim üçün ən önəmli məqam o idi ki, köçməzdən öncə mən vizanı necə ala bilərəm, ölkəyə necə köçə bilərəm, orada qalmaq şərtləri necədir. Dostlar, bugünkü videoda mən A-dan Z-yə vizanı necə aldım, biletləri necə aldım, tək necə Bakıdan Baliyə getdim, orada necə yerləşdim və bilməli olduğunuz məqamlara toxunacağam və öz hekayəmdən yola çıxaraqdan başlayaq. İlk mənim üçün çox önəmli idi viza məsələsi. Mən ölkəyə necə köçə bilərəm, viza məsələsini necə həll edirsən, necə alırsan, ödənişləri necədir. Çünki mən çoxlu sayda videolar izləmişdim. Orada görmüşdüm ki, Baliyə getmək üçün çoxlu sayda viza növləri var. Bunun haqqında mən vizalar haqqında çox geniş danışmışam, sırf Azərbaycan vətəndaşları üçün. Linki bura yerləşdirəcəm. Bu videoya girib oradan sırf vizalar haqqında məlumat ala bilərsiniz. İlk öncə mən vizamı almaq istəyirdim. Buna görə də mən axtarış elədim ki, viza necə ala bilərəm və qarşıma bir neçə agentliklər çıxdı. Amma mən yenə də ürəyim rahat deyildi. Çünki mən istəyirdim ki, sırf bir Azərbaycanlı olsun. Ondan məsləhətləşim ki, sən necə eləmişsən, necə almışsan. Və elə o ərəfələrdə mənim qarşıma bir Azərbaycanlı xanım çıxdı ki, Balidə yaşayır, köçüb orada yaşayır. Mənə də ilham oldu ki, orada Azərbaycanlı bir xanım yaşayırsa və tək gedib sonra, deməli mən də edə bilərəm, bunun necəsə yolu var. Və Afaqa buradan salamlar, ona Instagramda qarşıma çıxdı və Afaqa yazdım ki, bəs mən səndən konsultasiya almaq istəyirəm. Bütün bildiyim məlumatları məndən bölüş, mən də Baliyə köçmək istəyirəm. Və o mənə dedi ki, sən mənə o mesajı yazanda mən hiss elədim və inandım ki, sən həqiqətən bunu eləyəcəksən. Amma mən o an həqiqətən həyatımın elə bir dövrü idi ki, mən sıfırdan başlayırdım. Maddi, mənəvi, psixoloji. Mən Baliyə necə köçəcəm? Bilmirdim. Sadəcə istəyirdim. Onun həyat necəsə həll eləyəcəkdi mənim üçün.
Və o ərəfələrdə mən bunun haqqında geniş danışmışam. Mənim həyatım necə dönüşümlər keçib. Onun da linkini bura yerləşdirirəm. Ona da baxa bilərsiniz. Mən AFAQ-a yazdım, konsultasiya aldım və o mənə dedi ki, mən vizada kömək edə bilərəm. Vizanın ödənişlərini, prosedurlarını mənə başa saldı. Dedim, yaxşı, mən istəyirəm. Mən bu tarixlərdə gəlmək istəyirəm və möcüzəvi şəkildə mənim həyatıma o qədər çox şükürlər olsun, ərəfələrdə bolluq, bərəkət gəldi. Hər şey o qədər axınında yağ kimi gedirdi. Mən ona görə hər zaman deyirəm ki, əgər sən bir məkanda, bir yerdə olmalısansa, sən bunu ürəkdən istəyirsənsə və inanırsansa, o çox asanlıqla həyatına gəlir. Çox asanlıqla o prosedurlar keçir, insanlar həyatına gəlir kömək üçün, hadisələr gəlir, pul gəlir, resurslar gəlir. Və AFAQ sağ olsun mənə vizayı almağa kömək elədi. O an çox stresli idim, çünki vizam cəmi 2 gün uçuşuma qalmış çıxdı. Çünki orada Balidə bayramlar oldu və s. olduğuna qədər özüm də inanmırdım ki, mən həqiqətən gedirəm. Vizamın bu qədər gec çıxması və s. Bu da ayrı bir mövzudur. Mən orada sonralar başa düşdüm ki, niyə də mən vizam alınmırdı, mən nələri buraxmırdım, nəyə görə alınmırdı. Və onu buraxandan sonra mənim həyatımda o viza gəldi, işim daha da asanlaşdı. Bunu da ayrıca bir mövzu olaraq danışaram, amma bugünkü mövzumuz bu deyil. Nəysə, mən vizamı aldım. Hava yolları isə mən adətən biletimi necə alıram, biletimi özüm aldım. Tranzitlə uçdum. İlk İstanbul'a getdim. İstanbuldan Doha'ya, Doha'dan da Bali'yə getdim, Denpasara. Amma siz bir tranzitlə də uça bilərsiniz. Bir tranzitin qiyməti daha bahadır. 1000-2000 arasında bir gedişi nəzərdə tuta bilərsiniz. Amma mən İstanbuldan uçuşlar daha uyğun olduğu üçün İstanbuldan Doha'ya, Doha'dan Bali'yə uçdum. Mən biletləri adətən Skyscanner və Aviasales saytlarından baxıram. Onları da linkini yerləşdirəcəm. Getmək istədiyiniz günü, ayı seçirsiniz və sizə hansı gündə biletlərin qiymətini göstərirlər və hansı daha uyğun qiymətlidir, onu görə bilərsiniz. Və mən ilk dəfə uçacağım üçün çalışdım ki, ən güvənli hava yollarından, ən konforlu, ilk dəfə də çox uzaq məsafəyə gedirəm, tək gedirəm. Ona görə istəyirdim ki, hər şey yerli yerində olsun. Buna görə də mən uçdum Qatar Airways-lə, Doha üzərindən uçdum və çox rahat uçuşum keçdi. İnansız yatdım, durdum, yedim. Bir də baxdım ki, Indoneziyadayam, yolun yarısını yatmışam. Sonra yemək səs gəldi, tez oyanırdım, yeməyi yeyirdim, yenə yatırdım. Bu qədər. Çünki mən bir gecə yuxusuz qalmışdım tranzitlə uçduğum üçün. İstanbul'a getdim, İstanbuldan Doha'ya getdim. Həqiqətən İstanbulda uçuşumun vaxtı çatana qədər mən gözlərimi belə tuturdum ki, birdən yatıb qalaram. Çünki bir gecə həqiqətən yatmamışdım tranzitdə o gözləmə vaxtı olduğu üçün. Amma dəyərmi bunlara? İnanın ki, dəyər. Orada yaşadığım məsələlər, orada indi danışacağım, bəzi yolda problemlər yaşadım. Amma onların hamısına dəyər, çünki mən getmək istədiyim yeri bilirdim və o yolda qarşıma çıxan insanlar, mənə deyilən sözlər, hamısını danışacağım indi. Nəysə, mən İstanbul'a getdim. İstanbuldan Doha'ya uçan zaman mənim vizam alınmışdı. Mən 6 aylıq viza almışdım Bali'yə, amma mən bir neçə ay qalmağı düşünürdüm Bali'də. Uzun müddətli fikrim yox idi. Və mən İstanbul hava limanında artıq Doha'ya uçan zaman uzun bir sıra var. Sırada dayanan zaman mənə dedilər ki, bəs biletlərinizi çıxardın, dönüş biletlərinizi çıxardın. Bir də ölkəyə girmək üçün necəsə bir form doldurmaqdır. Onu çıxardın ki, siz doldurmusunuz. Onsuz da həyəcanlıyam, onsuz da qorxuram, onsuz da stresliyəm, təkəm. İnternetim işləmir, nömrəm yoxdur. Çünki İstanbul hava limanındayım, artıq bilet hissəsinə gəlmişəm. Mənə qayıtdılar, dedilər ki, bəs bu sənədləri göstərməsən, sən təyyarəyə gedə bilmərsən. Və bu kimi halda adətən mənə dostlarım demişdi ki, soruşmurlar, dönüş bileti soruşmurlar, o formu soruşmurlar. Çünki mənə bütün proseslərdə kömək etmişdilər, amma bunları vurğulamamışdılar. Və məndən istədilər. Dedilər ki, dönüş biletini göstər. Mənim də dönüş biletim yoxdur, çünki bilmirəm nə zaman dönəcəm, nə qədər müddət qalacağam. Ona görə də almamışam. O forumdan da heç xəbərim yoxdur ki, mən o formu doldurmalıyam. İndi mənim əlim ayağım bir-birinə qarışdı. İnarsız hamı keçir, şu sırada mən qalmışam təkcə.
Uçuşa da 1-2 saat qalıb qalmayıbdı. Birazdan da bağlanacaq bu check-in, yəni bileti aldığımız yerdə form doldurub bağlanacaq. Neysə, mənə dedilər ki, sən bilet necəsilə get al. Mən də ki, gedirəm indi orada internet axtarıram, internetə bağlana bilmirəm. Restoranlardan xahiş edirəm, onlar da deyirlər ki, olmur da bizdə internet. 1-2 nəfərdən xahiş elədim, onların da internetinə bağlana bilmədim. Necəsə mən orada qalmışam. İndi özümə düşünürəm ki, mən gedəməyəcəm də, vəssə qaldım burada. Və eyni zamanda düşünürəm ki, görəsən nəyə görə də həyat mənlə demək istəyir. Həqiqətən bəlkə mən getməyim, elə dala qayıdım və s. O momentdə mən geri qayıtdım yenə və gördüm ki, orada işçilər dəyişibdi. Bizim biletlərimizi yoxlayan yerdə, sırada elə bir nəzarətçi var, hamının vərəqlərini yığır, baxır ki, tez-tez keçirsin sıradan. Və mənə sıra gələndə gördüm ki, şu başqa oğlan gəlibdi, digəri gedib. Mən qayıtdakı problem nədir? Gör ki, mən əsirəm, həyəcanlıyam. Dedi, sakit ol, sakit ol. Mən sizə kömək edəcəm. Mən düşünürəm ki, o insan ora göndərildi. Yəni, o qədər insanlar keçdi elədi və mənim sırama gələndə o işçi dəyişdi. Və oğlan mənim həqiqətən oraya getmək istədiyimi gördü. Məncə həyəcanlı olduğumu gördü. Və mən inanıram ki, həyat bizə, Tanrı bizə hər zaman köməyə gəlir. İnsanlar vasitəsilə və s. Dedim, mən sənə kömək edəcəm, narahat olma. Dedim ki, bəs mənim internetim yoxdur da, mən bilet almalıyam, o form deyirsiniz, onu doldurmalıyam. O mənə internet açdı, dostlar. İnternetinə qoşuldum, həmən işçidir da, yəni Qatar Airways-in bir işçisidir. Bəlkə də onlara heç icazə yoxdur bu qədər kömək eləsinlər. Amma o mənə icazə verdi, onun internetindən istifadə elədim. Mənə kömək elədi, bilet aldıq mənə. Dönüş bileti Singapura aldım ki, daha uyğun qiymətli gəlsin. Dostlar, bu arada dönüş biletinizi hər ehtimala alın. Əgər istəmirsinizsə çox bahalı qiymətlər, ən yaxın ölkə hansıdırsa, Singapur, Malayziya, onlara çox uyğun qiymətə bir bilet alın ki, filan tarixdə oradan ora uçasınız. Mən də onu elədim, Singapura aldım, bir 50 manatama aldım, 50 dollaram aldım. Və mənə dedi ki, bu formu da doldurmaq lazımdır. İndi mən o qədər titrəyirəm, əlim, ayağım əsir. Halbuki mən ora çox rahat enerji ilə getmişdim da. Neysə, təkəm, təsəvvür təkəm. O uşağam, mən 24 yaşımda köçmüşdüm Baliyada, 24 yaşım təzə olmuşdu. Mən dedi ki, narahat olma, bunda da sənə kömək edəcəm. Sakitləş, sakitləş, qorxma, burada nə var ki? Mənə kömək elədi, mən o formu da doldurdum. Və mənə o an dedi ki, bir cümlə işlətdi. Dedi, çox yaxşı eləyirsən. Sən nə üçün gedirsən ora? Sən xəyalların ardınca gedirsən, sənin yolun açıq olsun. Yaxşı eləyirsən və get. Özünə inan, bu yolda addımla və qorxma. O dedi ki, xəyallarının ardınca get. Mən orada ağladım, gözüm doldu. Ona o qədər təşəkkür edirəm indi. Ona o qədər təşəkkür edirəm. Adını bilmirəm, kim olduğunu bilmirəm. Sadəcə bir məqamda bir insan gəldi və mənim tamamilə xəyallarıma gedən yolda mənə kömək elədi orada. Və o insan, orada işləyən həmən oğlan, o Qatar Airways-də mənə kömək elədi, məni öz tanışı kimi göstərdi, mənə ən yaxşı yerdə hava təyyarədə, pəncərənin yanında bir yer verdilər, mən orada oturdum. Yol boyu mən çox rahat oldu mənim üçün hər şey. Və çox minnətdar idim ona. Neysə dostlar, keçdim buranı, əsas buraydı. O da dedi ki, artıq buradan sonra sən heç yerdə yoxlamayacaqlar. Zaten tranzitləsən, bagajını birbaşa Balidə alacaqsan. Sadəcə Dohada təyyarəni dəyişəcəksən. Dohanda hava limanı o qədər gözəl idi. Mən orada bir neçə saat gözlədim tranzitlə keçəndə. Çox rahat idi, orada yuxusuz uydum. Oturdum bir yerdə, mən kofe içdim, atışdırmalıq nəsə də yedim. Və ondan sonra vaxtım gəldi, mən mindim təyyarəyə. O an içimdəki hissləri, o minnətdarlığı, o xoşbəxtliyi mən sizə izah edə bilmərəm. O an başa düşdüm ki, mən doğru yoldayam. Mən xəyallarımın ardınca gedirəm və çox şükür. Və mindim, məni bir 10 saatlıq yol gözləyirdi, uçuş gözləyirdi. Birbaşa Dohadan uçuram İndoneziyaya, Denpasara, Baliyə, adaya. Dediyim kimi mindim, çox yorğun idim, gecə yatmamışdım. Mən ilk dəfədə təyyarədə yata bildim.
Yatdım, sonra yemək gəldi, yedim. Yanımda 2 dənə qız oturmuşdu Fransalı. Onlarla bir qədər çox az söhbət elədim, çünki yatmaq istəyirdim. Və o ki təyyarə indi, o səs gəldi. Siz artıq bayırdasınız. Mən baxanda gördüm ki, pəncərədən mən bir adaya gəlirəm. Hər tərəfi su və mən bir adaya gəlirəm tək. O an yenə içimdə qarışıq bir duyğular var. Bilinməzliyə doğru gedirəm, tək gedirəm. Görəsən Bali təhlükəlidirmi, təhlükəsizdirmi? Bu arada bu suallar mənə çox gəlir ki, Bali bir xanım üçün təhlükəlidirmi, təhlükəsizdirmi? Dostlar, sizə deyə bilərəm ki, Bali mənim indiyə qədər olduğum ölkələr içərisində ən təhlükəsiz yerdir, xüsusən xanımlar üçün. Mən Balidə evimi tapmışdım, mən buram sevgi tapmışdım. Bunlar haqqında sonra mən danışacağım. Neyse, qayıdaq indi əsas məsələyə. Mən hava limanına çatdım. O anda da mənim dostlarım demişdi ki, səni qarşılayarıq. Cəmi bir Azərbaycanlı tanıyıram, Afaqgili. Dedi ki, səni hava limanında qarşılayaram. Mən də hava limanından düşəndə çantamı aldım, elədim. Afaq mənə yazdı ki, bizim işimiz çıxdı, mən gələ bilməyəcəm. Və o an mən o bagajımı götürəndə, o ağır yüklərimi götürəndə təkcə, o an fərqinə vardım ki, mən artıq bu yolda təkəm və tək yola çıxmışam, bu qərarı da özüm vermişəm. Və o an sanki məni böyütdü və gücləndirdi. Və o an tamamilə əmin oldum ki, mən artıq bütün hər şeyi özüm həll etməliyəm, qarşıma çıxan problemləri, hər şeyi özüm həll etməliyəm. Və bir anlıq durdum, dayandım. Sanki bir neçə ay böyüdüm orada. Eyni zamanda özümü çox güclü hiss etdim və özümə inanmağa başladım. Əfsanə, sən həll etməlisən artıq. Sən bir qərarı vermisən, bura gəlmisən. Bir anlıq orada sorğuladım, görəsən doğru mu etdim, bacara biləcəmmi? Amma etdim. Hava limanından çıxdıqdan sonra o ki, belə Balinin isti havası mənə vurdu, o yaşıllığı, o ağaclığı gördüm. Dedim ki, evimə xoş gəlmişəm. Sonra nə oldu, nələr yaşadım? Bunları da ikinci bölümdə danışacağım. Balidə nələr yaşadım, hava limanından çıxdıqdan sonra otelimə necə getdim, taksiyə necə sifariş verə bilərsiniz, otelləri, evləri necə tuta bilərsiniz. Bunun haqqında da növbəti bölümdə danışacağıq. Dinlədiyiniz üçün çox sağ olun. Əgər sizə faydalı oldusa, maraqlı oldusa, kanalıma abunə olmağı, bəyənməyi, şərh yazmağı unutmayaq. Bunlar çox önəmlidir mənim üçün. Həm mənə motivasiya olur, həm də kanalıma dəstək olsanız çox sevinərəm. Xəyallarınızın ardınca gedin, xəyallarınızı ertələməyin və heç zaman gec deyil. Ən doğru gün elə bu gündür başlamaq üçün. Özünüzə yaxşı baxın, növbəti vloglarda görüşənə qədər. And remember what Avicii said. He said one day you'll make this world